Son vaxtlar mövsümlə əlaqədar əhali arasında infeksiyon xəstəlikləri artıb. Xəstəlik əksər hallarda anidən başlayır və gedişatı digər yüngül respirator infeksiyalara nisbətən daha ağır olur. Bəs virusla mübarizə yolları nələrdir? Əməkdaşımız bax bu suala cavab tapmağa çalışıb. Məndə də evdə uşaqlar xəstədir, qızdırma, öskürək, baş ağrısı, halsızlıq, yəni çox pis virusdur. Boğazımda qıcıqlanma hiss elirdim. O qədər də fərqinə varmadım ki, artar. Artıq səs tembrum dəyişib və qrip əlamətləri hiss eləyirəm və canımdan da çıxmağı bilmirəm. Xüsusilə qış aylarında daha sürətlə yayılan influenza virusu uşaqlarda və böyüklərdə yüksək hərarət, baş və əzəl ağrıları, güclü halsızlıq, öskürək və boğaz ağrısı ilə müşahidə olunur. Dərman verirsən, qızdırma salam verirsən, qızdırma elə o şeydə də qalır temperaturda. Əzələlər ağrıyır, sonra ürək bulanma olur, baş ağrısı olur. Candan da çıxmır və yolxucudur. Bunun da müalicəsi həddən artıq yəni çətindir. Ağrı verir insana, ürək bulanma verir, halsız eləyir, taqətdən salır insan. Boğaz möhkəm ağrıyır, yandırır. El arasında soyuq dəymə xəstəliyi adı ilə yayılan, rinoviruslar tərəfindən törədilən adi infeksion xəstəliklərlə çox vaxt qarışdırılır. Bədən ağrıları, burun tutqunluğu, öskürək, bəzi hallarda qusma və ishal halları da təsadüf olunur. Bu xəstəliyin müalicəsində diaqnostika vacibdir. İlk 48 saat ərzində ağır hallarda antiviral preparatlar da təyin oluna bilər. Xəstəliyin əsas yoluxma yolu hava damcı mexanizmidir. Bu səbəbdən infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, qapalı və əhali sıx olan məkanlarda uzun müddət qalmamaq tövsiyə olunur. Ən çox təhlükə 1 yaş altı uşaqlar, 65 yaş üstü xronik xəstəliyi olan ahıl şəxslər və immün defisit xəstəliyi olan şəxslərdir. Ağırlaşmalardan daha çox rast gəlinənə ağciyər xəstəlikləri, ürək-damar xəstəlikləri, bəzən də atit ola bilər. Bu zaman ehtiyac olarsa, ikincil infeksiya qoşularsa antibiotik terapiyası həkim tərəfindən təyin olunur. İnfluenza virus xəstəliyinin müalicəsində antibiotikdən istifadə olunmur. Əgər ağır gedişatı olarsa, ilk 48 saat ərzində antiviral preparatlar yüksək effekt verir. Günəş Rızayeva, Əfqan Bayramov, Fidan Səfər, Spice xəbər.